Bir nəfər Bəsrədən gedir Məkkəyə həcc ziyarətinə. Həcc ziyarətinə gedir, yolda kərvandan geri qalır. Kərvan gedir, bu da dəvəsinə minir, geçsin, çatsın. Dəvəsinə minir, gedəndə birdən bir nəfər oğru quldur, qabağını kəsir, deyir, düş dəvədən, tez elə. Düşür dəvədən, deyir ki, dəvəm mənimdir. Nə düşün də, silahlı quldurdur. Xurcunuvu bura ver. Xurcunda pullarıdır, yola apardı. Mənim də hamısı. Paltarlarını soyun. Deyir, dedim, insafın olsun, paltar. Siz mən necə gedim, ayıbdır, buna dəymə heç olmasa. Xurcunumda olan pulun yarısını ver, yarısı sənin halal xoşun, yarısını ver mənə, səfərə gedirəm. Dedi, hara gedirsən? Dedi, Allahın evinə gedirəm. Dedi, Allahın evi də var. Dedi, var, Məkkə Allahın evidir. Amma məkan baxımından yox, şərafət baxımından. Yer o qədər şərafətlidir ki, Allaha aid olunur. Başa saldı onu da, oğrudur, çölün quldurudur, onu başa düşmür belə şey. Dedi, yaxşı, getdin Allahın evinə, neyi necəsən orada? Dedim, ibadət edəcəm. Yəni, neyi necəsən? Dedim, da bilməm, nə başa salım buna, deyim, təvaf belə, səy belə. Dedim ki, Allahın sözlərini oxuyacam orada. Dedi, Allahımın sözü də var. Dedi, hə. Dedi, oxu mənim üçün görüm. Oxu Allahın sözündən. Deyir, açdım, Zariyat surəsinin bu ayəsi gəldi. Və fissəmai rizqukum və mə tuadun. Deyir, göylərdə sizin ruzunuz var və Allahın vəd elədiyi hər şey var. Allah nə vəd eləsə sizə çatdıracaq, narahat olmayın. Dedi, bu Allahın sözü, dedi, hə. Dedi, bu dəvə sənin, xurcun da sənin, paltarın da ənində, mənə də apardı onun evinə. Görüm necədir. Deyir, dəvəyə minir, o oğruyu, bu yanı ilə gedir. Bir müddət bu minir, o bunun yanına. Gəlirlər, çatırlar, miqata çatanda dedim ki, burada görüşə hazırlaşmalıyıq. Əynindən paltarlarını soyun, 2 ağ parça giyinib gedəcək Allahımızın görüşünə. Deyir, elə oradan getdik, ziyarətdə mən itirdim bunu. İtirdim də, itirdim, çıxdım, gəldim, qayıtdım Bəsriyə. Gələn il yenə də yol aldım, ziyarətə gedim. Gəldim, bir ziyarət elədim. Ziyarətimi bitirmişdim. Son təvaf eləyirdim, vida təvafı idi. Nə idi? Vacib təvaf da deyildi. Gördüm, bir nəfər əlini çiynimə vurur. Çöndüm, baxdım, dedə, tərif onu, tanıdım məni. Gördüm, nurani bir mələkuti siması var. Dedim, yox. Dedi, oğru vardı keçən il, yolu kəsmişdim mənəm. Həmin oğruyam mən. Dedim, hə, çox gözəl. 1 ildir mən burada sərgərdanam çöllərdə. Sən Allahın evində, qapısında. 1 ildir mən burada hamballıq eləyirəm, yük daşıyıram, günümü, güzaranımı təmin eləyirəm. Allahın evində qaldım mən, başqa gedəcək yer istəmirəm. Ondan sonra dedi ki, başqa sözü də var sənin Allahın. Dedim ki, 1 ildir, başqa sözünü eşitməmişsən. Dedi, yox, hələ o sözdə qalmışam 1 ildir. O bir söz məni dəli eləyib. Otur görək, bir sözünü də oxu mənim üçün. Deyir, oturduq Məqam İbrahimin yanında, elə davamını oxudum. فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ أَنَّهُ الْحَقِّ مِثْلَمَا أَنَّكُمْ تَنْتِقُونَ. Deyir, ayənin mənası belədir. Allah and içir, Rəbbivə and olsun. O Rəbbivə ki, göylərin və yerin Rəbbidir və o haqdır və onun sözü də haqdır. Necə ki, öz düz sözünüzə əminsiniz ki, mən bu sözü düz dedim, o qədər əmin olun Allahın sözünün haqlığına. Deyib, bunu dedim, yıxıldı yerə. Yıxıldı yerə. Deyib, tez cəmaatı çağırdım, gəlin bunu özünə gətirək. Tərpədəndə gördük ki, yox, canı bədənindən çıxıb. Dünyadan köçüb gedib. Fəryad elədi, yıxıldı deyir yerə, canını tapşırdı. Deyirlər ki, bu adamların qatili eşqdir. Eşqin qılıncı ilə öldürülən adamlar şəhiddir. Birbaşa Allah canını aldı onun. 2 ayə ilə, oğru bir quldur övliyəyə çevrilir. Bizə nə qədər ayə oxunub, nə qədər ayə eşidirik. Gələk bu qəlbimizi bir təmənna ilə ki, Allah dəyişsin. Quldur 2 ayə ilə övliyəyə çevrilirsə, bizdə də Allah lütf eləyə bilər.